Selam uşaqlar, biz bugün dərsliyimizin 22, 23, 25 və 26-cı səhifələrini yerinə yetirəcəyik. 2 səhifə Azərbaycan dili, 2 səhifə riyaziyyat. İlk öncə Azərbaycan dilindən başlayaq. Birinci və ikinci suallar verilmiş mətnlə bağlıdır. İlk öncə mətni oxuyaq. Uğurlu olmaq üçün planlı və nizamlı çalışmalıyıq. Bunun üçün günlük və həftəlik planlar qurmalıyıq. Planlı çalışmaq işlərimizi asanlaşdırır. Plan qurmaq vaxtın daha düzgün istifadə olunmasına kömək edər. Boşa keçirdiyimiz vaxtı geri qaytara bilmərik. Əlimizdə olanların dəyərini itirdikdən sonra anlayırıq. Amma artıq gec olur və geri qaytarmaq mümkün olmur. Plan qurmaq həyatımızı asanlaşdırır. Deməli, mətndə plan qurmaqdan danışılır. Yəni, biz gün rejimimizi plan əsasında qurarıqsa, işlərimizi vaxtında yerinə yetirərik, vaxt itkisinə də yol verməliyik. İndi birinci sualımız budur. Mətnin mövzusu nədir? A. Çox çalışmağın nəticəsi. B. Planlı olmağın faydaları. C. İş bölgüsünün vacibliyi. D. Sağlam olmağın yolları. Uşaqlar, indi sizcə cavab burada nədir? Yəni, planlı olmağın bizə nə xeyri oldu? Yəni, bu mətn bizə nəyi öyrətdi? Planlı olmağın faydalarını öyrətdi. Mətnin əsas fikri nədir? Planlı yaşamaq həyatımızı çətinləşdirər, qəti. Planlı yaşamaq vaxt etkisinə yol açar. Mümkün deyil, tam tərsinə vaxtımızı düzgün idarə eləmiş olarıq. Planlı yaşamaq həyatımızın nizamlı olmasına kömək edər. Bəli. D variantında oxuyaq. Planlı olmaq sağlam olmağımıza kömək edər. Sağlamlıq üçün planlı olmaq yox, düzgün qidalanmaq lazımdır, düzgün geyinmək lazımdır. Üçüncü sual. Hansı bənddə yalnız gözlə görünməyən varlıqlar verilib? Gözlə görünməyən varlıqlar, uşaqlar. Biz bunu ad bildirən sözləri, yəni isimləri keçəndə keçmişdik. İsimlər konkret və mücərrət olur. Konkret isimləri gözlə görürük, mücərrət isimləri gözlə görmürük. Burada da bizdən mücərrət isimləri istəyir. B-də kağız var. Bu konkretdir. Gözlə görürük. D-də dəniz var. Konkretdir. Dağı görürük. Yağışı da görürük. Gözlə görünməyən mücərrət isimləri istəyir bizdən. Buna nə deyirik uşaqlar? Mücərrət isimlər. O da var xoşbəxtlik, xəyal A bəndində. Yəni biz xoşbəxtliyi yaşaya bilərik, xəyalı qura bilərik, amma onu gözlə görə bilmərik. Tapmacanın cavabı hansı bənddə təsvir olunub? Aləmə işıq salır, axşam gül kimi solur. Yəni, bütün günü onun işığından istifadə edirik, amma axşamlar onun işığını görmürük. Sizcə bu nədir? Əlbəttə ki, günəş. Rəy yazarkən aşağıdakilərdən hansı yazılmır? Yəni, məsəl üçün, hər hansı bir mətni oxumuşuq və biz o mətn haqqında rəy yazmalıyıq. Bəyəndiyimiz hadisə və obraz, əsərə verdiyimiz qiymət, mətnin yazılma tarixi və yeri, mətndə nədən danışılması. Biz mətni oxumuşuq və o mətn haqqında, mətndə nədən danışıldığını bilirik. Deməli, qısa məzmun olaraq onu rəydə yaza bilərik. Əsərə verdiyimiz qiymət rəydə mütləq olur. Yəni, biz bu əsəri bəyəndikmi, bəyənmədikmi, yəni bu olur. Bəyəndiyimiz hadisə və obraz bu da rəylərdə olur. Məsəl üçün, mətni oxumuşuq və deyirik ki, bu mətndə bu obraz mənim çox xoşuma gəldi, bu xüsusiyyətinə görə. Yəni, bunlar hamısı rəydə qeyd olunur. Rəydə qeyd olunmayanlar mətnin yazılma tarixi və yeridir. Onlar hekayə xəritəsində olur. 6-cı sual. Cədvəldə əmr cümləsi yazılmış hissəyə Ə yazırıq, nida cümləsi yazılmış hissəyə N hərfi yazırıq. Və sonra cədvəldə alınan hərfləri variantlarda tapırıq. Əmr cümləsi ilə nida cümləsini gəlin xatırlayaq. Əmr cümləsi göstəriş bildirir. Nida cümləsi isə his, həyəcan, sevinç, kədər, qorxu bildirir. İndi cümlələrlə tanış olaq. Mən gələnə qədər heç kim getməsin. Burada əmr var, göstəriş var. Gəl dərsi danış. Burada da göstəriş var, əmr eləyir, gəl dərsi danış. Uf, belə olacağını bilsəydim, onunla getməzdim. Burada nida işlənib və cümlə nida cümləsidir.
Vay, hələ də belə hadisələr baş verir. Burada da cümlədə vay nidadır və bu nida cümləsidir. İndi uşaqlar harda alınır bu cədvəl? Yuxarıda, aşağıda da n. B bəndində. Verilmiş cümləni hansı sözlə genişləndirmək olar? 7-ci sualımız. Külək ağacların yarpaqlarını tökdü. Sadə, qurumuş, ehtiyatlı gözəllik. Ağacların yarpaqlarını əsas götürsək, biz bura hansı əlamət bildirən sözü artıra bilirik? Və bu yarpaqlar artıq tökülür. Ağacdakı hansı yarpaqlar uşaqlar tökülür və hansı fəsildə? Payız fəslində və qurumuş yarpaqlar tökülür. Ona görə bura əlamət bildirən söz olaraq qurumuş sözünü artırırıq. Külək ağacların qurumuş yarpaqlarını tökdü. 8. Cümlədəki fərqləndirilmiş söz əlamət bildirən sözlərin hansı məna növünü bildirir? Məna növünü sadalamışdıq. Sifət nəyi bildirir? Dad bildirir, ölçü bildirir, forma bildirir, əlamət bildirir, keyfiyyət bildirir. İndi bizdən bunu cümlədəki sifətin nə bildirdiyini istəyir. Hündür ağacın altında xeyli dincəldik. Əlamət, forma, dad, ölçü. Dad ola bilməz, forma da ola bilməz. Söz ilə ümumiyyətlə əlamət bildirir. Amma biz bunun növünü istəsə, bizdən məna növünü istəyir. Məna növünü istəsə, biz buradan ölçü götürürük. Çünki hündür, böyük, balaca, kiçik, iri, yekə, bunlar ölçü bildirən sözlərdir. Yəni əlamət bildirən sözlərdir. Məna növünə görə biz ölçünü götürdük. Amma ümumilikdə söz əlamət bildirir. Yəni sualı diqqətlə oxumalıyıq. İzahlı lüğətdə hansı söz digərlərindən ən sonda gəlir? Ən axırda gəlir. Ümumiyyətlə lüğətlə işləyəndə biz sözlərin hansı hərflə başladıqlarına baxırıq. Q, K, M və G. Əlifba sırasını saysaq, A-dan Z-yə qədər saysaq, hansı hərfi axırıncı demiş olarıq? Yəni bunlardan sonda demiş olarıq. Deməli, A, B, C, Ç, D sayırıq. G, K, G bunlar ardıcıl gəlir. Ondan sonra L hərfi gəlir. L-dən sonra M gəlir. Deməli, burada M bu verilən G, K, G hərflərindən sonra gəlir. Hansı cümlədə çoxluq bildirən söz işlənmişdir? Çoxluq bildirən söz ya toplu isim ola bilər, ya cəm isim ola bilər. Cəm isimlərdə hansı şəkilçi ilə düzəlir? Lar, lər şəkilçisi ilə. Müəllim mövzu haqqında ətraflı məlumat verdi. Bu cümlədə nə toplu isim var, nə də cəm şəkilçisi var. İnsanın ucaldan bilik və əməkdir. Burada da həmçinin yoxdur. İçəri cavan bir oğlan daxil oldu. İçəri cavan bir oğlan daxil oldu. D. Musa dayını aşağı kəndlərdə hamı tanıyır. Aha, uşaqlar. Deməli, burada var, lər var. Deməli, çoxluq bildirən söz də elə D variantında verilmişdir. Növbəti səhifə mətn verib bizə. Mətnimizin adı İbn Sinadır. Keçən dəfə oxuduğumuz mətn elmi mətn idi. Bu dəfə oxuduğumuz mətn, daha doğrusu keçən dəfə oxuduğumuz mətn bədii mətn idi. Bu dəfə oxuduğumuz mətn elmi mətndir. Elmi mətnin ikinci adı da informativ mətndir. Gəlin mətndən tanış olaq. Mənim adım İbn Sinadır. 980-ci ildə Türk şəhəri olan Buxarada dünyaya göz açdım. Əslim türkdür. Uşaqlıq illərində əlifbanı öyrəndikdən sonra kitab oxumağa başladım. Yəqin bilirsən ki, anadan olduğum şəhər Böyük İpək yolunun üstündə yerləşir. Ona görə də burada kitab ticarəti hər zaman çox olub. Mən həmişə kitab satılan yerlərə gedər, çoxlu kitab alar və diqqətlə oxuyardım. Kitabxana ilk dəfə qədim şərqdə Assuriyada yaranmışdı. Qədim kitablar, gil lövhələr, papiruslar üzərində yazılırdı. Hazırki günümüzdə kitablar kağızdan hazırlanır. Kağızlar isə ağaclardan hazırlanır. Həyatda ən çox atamdan dəstək görmüşəm. O, həvəsimi görüb mənə müəllim tutdu.
Başqa elmləri öyrənməyimə də imkan yaratdı. Amma atamın məni hazırlamaq üçün tutduğu müəllimlər məndən imtina edirdilər. Çünki yoxladıqlarında bəlli olurdu ki, artıq çox şeyi bilirəm. Bir gün ölkəmizin hökmdarı xəstələndi. Mən onu müalicə edə biləcəyimi söylədim. Çoxu mənim bu sözümə şübhə ilə yanaşdı. Amma mən hökmdarı müalicə edə bildim. Bu mənim özümü hamıdan daha çox sevindirdi. Onu da deyim ki, bu hadisədən sonra təbabətə də, həkimliyə də marağım artdı. Hökmdar isə mənə öz sarayındakı kitabxananı həvalə etdi. Burada mən mətni bir dəfə oxudum. Amma məsləhətdir ki, videonu saxlayıb mətni 2 dəfə də özünüz oxuyun. Birinci sual. Qədim kitablar nəyin üzərində yazılırdı? Mətndə verilmişdi. Gil lövhələr və bir dəqiqə böyüdək. Gil lövhələr və papirus üzərində yazılırdı qədim kitablar. İkinci. Müəllimlər İbn Sinadan niyə imtina edirdilər? Yaxşı oxumadığı üçün, çox şey bildiyi üçün, dərslərə gəlmədiyi üçün, sözü qulaq asmadığı üçün. Deyir, müəllimlər məndən imtina edirdi. Çünki məni yoxladıqda artıq görürdülər ki, mən çox şeyi bilirəm. Ona görə B variantını götürürük. İbn Sina həyatda ən çox kimdən dəstək görüb? Burada söhbət atadan gedirdi. Ata da kişi cinsi olduğuna görə uşaqlar B bəndini götürəcək. B bəndini. Çünki orada deyir ki, mənə ən çox atam dəstək olub. A-da, C-də, D-də qadın cinsidir. Bir dənə B-də kişi cinsidir. Yəqin ki, A nənə olar, C ana olar, D-də bacı olar. Davam edək. İbn Sinanın anadan olduğu şəhər harada yerləşir? Assuriyada, Böyük İpək yolunun üzərində, Misirdə, Qədim Şərqdə. Deməli, mətndə istəyirsiniz həmin yeri tapaq. Yəqin bilirsən ki, anadan olduğum şəhər Böyük İpək yolunun üzərində yerləşir. Bax, mətndən həmin hissəni niyə tapdıq? Tam dəqiq bilmək üçün. Və B bəndini arxayınlıqla götürürük. İbn Sinanın hansı hadisədən sonra həkimliyə marağı artdı? Hökmdarı müalicə edəndən sonra, dərmanlar hazırlayandan sonra, atasını sağaldandan sonra, tibbi kitablar oxuyandan sonra. Heç kim inanmırdı ki, müalicə edə biləcək. Amma hökmdarı müalicə eləmişdi və bundan sonra tibbə də böyük marağı artmışdı. Həkimliyin böyük marağı artmışdı. Azərbaycan dili bu qədər. Keçək riyaziyyata. Birinci sualda bizə verib. Deməli, biz bilirik ki, bu uzunlar onluqlardır. Düzdür uşaqlar. Bunlar onluqlardır. Bunlar təkliklərdir. İndi verilmiş ədədi oxuyaq. 1, 2, 3, 4. 4 onluq eləyir 40. 1, 2, 3, 4, 5, 6, 7, 8. Elədi neçə? 48. Və burada silmə prosesi var. Silmə prosesi nə deməkdir? Çıxmaq deməkdir. Neçə dənəsini silib? 1, 2, 3 dənəsini silib. 48 çıx 3. Bizə də deyir ki, modelə uyğun ifadə hansıdır? 48 çıx 3 B bəndi. Bir pozanın uzunluğu 6 cm olarsa, 3 pozanın uzunluğu neçə santimetr olar? Bax, bu bir pozan 6. İkinci pozanda 6. Üçüncü pozanda 6. İndi bu 3 dənənin ümumi uzunluğu nə qədər olacaq? Ya 3 dənə 6-nı toplayırsınız, ya da 3'ü 6'ya vurursunuz. O da eləyir 18. 43 üstəgəl 16 cəminə bərabər olan ədəddən sonra. Deməli, əvvəlcə cəmi tapırıq və həmin ədəddən sonra sonu 5 rəqəmi ilə bitən neçə 2 rəqəmli ədəd var, onu tapmalıyıq. Əvvəlcə 43-ün üstünə 16 gələk. 3-ün üstünə 6, 9, 4-ün üstünə 1, 5. 59. İndi deyir ki, 59-dan sonra sonu 5 ilə qutaran ədədləri yaz. 65, 75, 85, bir də 2 rəqəmli deyir ha, 95. Sonu 5 ilə bitən və 2 rəqəmli. Sonrasında neçədən oldu? 1, 2, 3, 4. D variantını götürdük. Fikrimdə tutduğum ədəddən 43 çıxsam 81 alınır. İndi baxın. Fikrimdə ədəd tutmuşam. Bundan 43'ü çıxsam eləyir 81. Azalan, çıxılan fərq. Azalanı tapmaq üçün çıxılanla fərqi toplayırıq. Yəni 81'in üstünə gəlirik 43'ü.
1'in üstünə 3, 4. 8'in üstünə 4, 12. Cavab edir 124. Fikrimdə hansı ədədi tutmuşam? Fikrimdə 124 tutmuşam. Hansı bənddəki hesablamanın nəticəsi 60 deyil? Aha, deməli 3'ü 60'dır, 1'i 60 deyil. 62 çıx 2. 60. 32 üstünə 28. 60. 73 çıx 13. 60. 48 üstə gəl 13. 8'in üstünə 3. 11. 1 yadda. 4'ün üstünə 1. 5. 1 də yadda 6. C variantında 60 deyil. 61'dir. 6-cı sual. Hansı bənddə ədəd ailəsi düzgün verilib? Ədəd ailəsini yadımıza salaq. Ədəd ailəsi ya toplama çıxma olur, ya vurma bölmə olur. Toplama çıxmada 2 toplama 2 çıxma olur. Vurma bölmədə 2 vurma 2 bölmə olur. Və ədəd ailəsində verilən 3 ədəddən başqası işlənə bilməz. İndi ədəd ailəsini hansında ədəd ailəsi düzgün verilib? Onu tapmalıyıq. 7 üstə 8 çıx 7 15. 8'dən 7 çıxanda 15 eləmir. Bu getdi. 7 üstə gəl 8 15. Onda bunun davamında olmalıydı 8 üstə gəl 7 15. 15 çıx 7 8. 15 çıx 8 7. Amma burada 15 çıx 9 15 çıx 6 var. Deməli bu da deyil. 7 üstə gəl 8 15. 8 üstə gəl 7 15. 15 çıx 7 8. 15 çıx 8 7. C variantına düzgün verilib. Və görürsünüz ancaq 7 8 15 ədədlərindən istifadə olunub. Məsəl üçün, burada görürsünüz 10 var. Olmaz. Yəni, ədəd ailəsində həmin 3 ədəddən başqa digər 4-cü ədəd ola bilməz. Tahirənin 100 manatı var. O kitabın birinə 46 manat, o birinə 50 manat verdi. Dəyərli kitabdır yəqin. Tahirənin neçə manat pulu qaldı? Şolar, cibimizdə var 100 manat. Xərcləmişik 46 və 50. Qaydamız necə idi? Xərclədiklərimizi toplayırıq. Cibimizdəki puldan xərclədiyimizi çıxırıq. O da eləyir 4. Sinifdə 34 şagird var. Oğlanlar qızlardan 6 nəfər çoxdur. Sinifdə neçə oğlan var? Deməli, uşaqlar, 34 şagird var və 6 nəfəri oğlandır. 34'dən həmin 6 dənə fərqi çıxaq. Eləyir 28. Deməli 28 qız oğlan bərabərliyi var. Yəni tən yarısı qızdır, tən yarısı oğlandır. 28'i 2 yerə bölsək, 2'ni 2'yə böl 1, 8'i 2'yə böl 4. Eləyir neçə? 14. Deməli sinifdə 14 qız var. Oğlanı isə 14'dən 6 dənə çoxdur. Neçə eləyir? 20. İndi bizə nə istəyirdi? Oğlanı. Sinifdə 20 oğlan var. İndi gəlin yoxlayaq. 20 üstün 14 gəlində nə eləyir? 34 və sinifdə də 34 şagird var. Deməli, buradakı məntiq nə idi? Əvvəlcə fərqinizi çıxırsınız. Sonra 2 yerdirsə, 3 yerdirsə, onu həmin hissələrə bölürsünüz. 9. Adilin 10, Ülkərin 14, Səmanın 13 yaşı var. Onların yaşlarının cəmi 50-dən neçə vahid azdır? Yaşlarının cəmini istəyir. Cəm toplamadır. 10, üstə gəl 14, üstə gəl 13. 3 dənə 10'luq 30, 4 dənə də 3, 7. 30, o da 7, 37. 50'dən 37 çıxırıq. Asan və tez hesablama yolu. 50'dən əvvəlcə 30'u çıxın, 10'luğun. Eləyir 20. 20'dən də 7 çıxın, 13. 13 vahid azdır. 80 çıx 40 ifadəsinə uyğun ədəd oxu hansıdır? Çıxmadsa sağdan sola getməlidir oxlar və hər birində sağdan sola gedib. Yaxşı 80-dən 40 çıxanda neçə qalır? 40 qalır. Deməli cavab da 40 olmalıdır. 10 artır. Deməli 10, 20, 30, 40, 50. Burada cavab 50 elədi. Amma bizə cavab 40 lazımdır. 10, 20, 30, 40. Aha. 50, 60, 70, 80. Buyurun. 80'dən başlayıb 40'da qutarıb. İndi görün neçədən 10 çıxıb. 10, 20, 30, 40. Deməli 80 çıx 40 bərabərdir 40. Düzgün cavab B bəndində verilib. 4-cü səhifəmiz. Saat 22:00-da yatan qardaşım səhər saat 9'da oyanır.
Qardaşım neçə saat yatır? Bir günümüz neçə saatdır? 24. 22:00-dırsa 2 saatdan sonra olacaq 24. Düzdür? Deməli 2 saat buradan 24-ə qədər olan vaxt. Və 24-dən 9-a qədər də 9 saat keçib. 2 saat əvvəlki gündən, 9 saat da yeni gündən hesablayanda qardaşım neçə saat yatmış olur? 11 gün. Və yaxud da ki, bir dəqiqə, belə lap açıq şəkildə desək, bir günümüz 24'dür. Oradan 22 saatı keçib. Həmin köhnə gündə qalıb 2 saatı. Yeni günümüzdə də var 9 saat. Deməli 2 saat köhnə gündən yatıb, 9 saat təzə gündən yatıb, eləyir neçə? 11 saat. 66, 28, 39, 54 ədədlərindən təkliyi ən böyük, onluğu ən kiçik olan ədədlər hansıdır? Təkliyi ən böyük. Təkliklərinə baxaq. 6, 8, 9, 4. Ən böyük təklik 39'dur. 39'daki 9'dur. Onluğu ən kiçik. Onluqlara baxaq. 6, 2, 3, 5. Burada da ən kiçik nədir? 28. Bizə lazımdır 39'dan 28. O da var B bəndində. 2 rəqəmli ədədlərdən ən kiçiyinin 3 qatı ilə 2 qatının cəmi. 2 rəqəmli ədədin ən kiçiyi 10'dur. Neçədir uşaqlar? 10. Onun 3 qatı 30. 2 qatı 20. İndi bunların nəyini istəyir? Cəmini. 30 üstə gəl 20 bərabərdir 50. 16 kiloqramlıq düyü kisəsini neçə 4 kiloqramlıq torbaya boşaltmaq olar? Əlimizdə 16 kiloqram düyü var və biz uşaqlar onu 4 kiloqram, 4 kiloqram, 4 kiloqram, 4 kiloqram bölüşdürməliyik. Boşaltmaq nə deməkdir? Bölüşdürmək. Bölüşdürmədə hansı əməli gətirib çıxarır bizə? Bölmə əməlini. Yəni biz burada nə edəcəyik? Böləcəyik. 16'nı bölürük. 4'ə eləyir 4. Rauf fikrində bir ədəd tutdu. Yaxşı ədəd. Bu ədəddən 20 çıxıb, üzərinə 19 əlavə etdikdə 49 alındı. İndi bir dənə buraya yuxarını silək, özümüzə yer boşaldaq. Bu həmin məsələ üçün. Deməli, Rauf fikrində ədəd tutub, həmişə naməlum ədəd üçün nə çəkirik? Dama. Bu ədəddən 20 çıxdı. 20'sin çıxdı. Alınan ədədin üzərinə 19 gəldi. Və nə alındı? 49. Demişəm, amma yenə də təkrarlayıram. Bu tip misallarda biz geri qayıtmaqla misalı həll edirik. Müsbət 19 olur, çıx 19. Yəni üstə gəl 19 olur, çıx 19. 49'dan 19'u çıxırıq, 30. Çıx 20 olur, tərs əməllə, üstə gəl 20. 30'un üstünə 20 gəlirik, eləyir 50. Deməli, mənim fikrimdə tutduğum ədəd neçədir? Daha doğrusu Rauf'un fikrində tutduğu ədəd 50'dir. İndi gəlin yoxlayaq. 50'dən 20 çıxırıq. 30, 30'un üstünə 19 gəlirik, 49. Deməli, məsələmiz düzgün yerinə yetirildi. 6-cı sual. Modelə uyğun ifadə hansıdır? Ən sevdiyiniz misallardan biri. Deməli, birinci ədədi tapaq. 4 dənə buradadır. 5, 6, 7 dənə burada. Eləyir neçə? 47. Burada 2'dir, burada 0'dır. Və bu 0'ı hər dəfə çarşdırırsınız. Təkliyin 0'ını yazırıq uşaqlar. Onluğun 0'ı. Əgər onluqda 0 qalarsa yazmırıq. Amma təkliyin 0 həmişə yazılır. Nə alınır? 47 üstə gəl 20. O da var B bəndi. Hansı misalın cavabı 34'dür? Başlayaq misallara həll edək. 43'ün üstünə 37 gəlirik. 3'ün üstünə 7, 10, 0 yazdıq. Bir yadda, o da deyir 8. 80'dən 35 çıxırıq. 80'dən 30, 50, 50'dən də 5, 45. 16 üstünə 44 gəlirik. 6 üstünə 4, 10, 0 yazdıq. Bir yadda 1 ilə 4, 5, bir də yadda 60. 94'dən 60 çıxırıq. O da deyir 34. Elə bizdən də 34'ü istəyirdi, amma gedək o birislərini də yoxlayaq. 75 çıx 20. 5'dən 0, 5, 7'dən 2, 5. Elədi 55. 55'in üstünə də 45 eləyir 100. 50 ilə 40, 90. 2 dənə də 5, 10. 90, o da 10, 100. 18 üstə gəl 30. 8'in üstünə 0. 8, bu da 3. 3 ilə 1, 4. 48. 88'dən 48 çıxanda qalır 40. Yəni, düzgün cavab B bəndi idi. Azalan 24 vahid artırılmışdı. Fərqin 14 vahid azalması üçün
Çıxılanı necə dəyişmək lazımdır? Bir çox uşaqlar burada həmişə səhv eləyir. Və mən sizə demişəm, ən rahat yolu budur ki, iradi bir misal yazın və sonra o həmin misalın üzərində verilmiş əməlləri yerinə yetirin. Azalan çıxılan fərq deyirsə, azalan, həmin dəqiqə çəkirik, çıxılan fərq. Deməli, istənilən bir iradi misal yazaq uşaqlar. Məsələn, ondan çıxaq 4-ü. Eləyir neçə? 6. İndi deyək ki, azalanı 24 vahid artırdım. Yəni azalan 10 idi. 24 vahid artıranda neçə olur? 34. Və 34-dən 4-ü çıxanda neçə qalacaq? 34-dən 24 vahid artırdıq. 34. 34-dən 4 çıxanda nə qalır? 30. İndi fərq 6 idi, oldu 30. Artdı. Nə qədər artdı? Nə qədər artdı? 30-dan 6 çıxırıq, 24 vahid artdı. İndi deyək ki, fərqin 14 vahid azalması üçün nə edirik? Fərq azalmalıdır. 14 vahid azalmalıdır. Deyək ki, bunu silək. Deməli, 34-dən 4 çıxanda 30 qalmışdı və orada 24 vahid artmışdı. Fərqin 14 vahid artmasını istəyir. 24 ilə 14-ü də uşaqlar toplayanda neçə eləyəcək? Bir dəqiqə işləmir. 24 vahid artmışdı, düzdür. İndi həmin 24 vahidin üstünə də 14 vahidi gələk. Eləyir neçə? 38. Deməli, onun yenidən 14 vahidi azalması üçün 38 vahid artırılmalıdır. Çıxılan artırılmalıdır. İdman zalının uzunluğu 15 metr 70 santimetrdir. 15 metr 70 santimetr. Eni 10 metr 50 santimetrdir. Burada bir dənə idman zalı çəkək. Deməli, bu uzunluqdur, bu da endir. Uzunluğu 15 metr 70 santimetrdir. Eni də ki 10 metr 50 santimetrdir. Zalın uzunluğu eninin nə qədər çoxdur? Nə qədər çoxdur? Yəni arasındakı fərqi istəyir. Onu da heç çəkmə ehtiyac yoxdur. 15 metr 70 santimetrdən çıxırıq 10 metr 50 santimetri. 70-dən 50 çıxanda eləyir 20 santimetr. 15-dən də 10 çıxanda qalır 5. O da eləyir 5 metr 20 santimetr B bəndində verilmişdir. Dəftərin hər vərəqi 2 səhifədən ibarətdir. 10-cu və 32-ci səhifələr arasında neçə vərəq var? 10-cu və 32-ci səhifələr arasında neçə vərəq var? 32-dən əvvəlcə 10-u çıxsaq, neçə qalır? Səhifə deyir, vərəq demir. Deməli, 10-cu səhifə bizim 5-ci vərəqimizdədir. 10-cu səhifə bizim 5-ci vərəqimizdir. Bir vərəqin 2 üzü varsa, 5 vərəqin 10 üzü olacaq. Deməli, 10-cu səhifə 5-ci vərəqdədir. 32-ci səhifə isə bizim 16-cı vərəqimizdədir. Vərəq sayını istəyirsə, biz burada 16-dan 5-i çıxmalıyıq. O da neçə eləyir uşaqlar? 16-dan 5-i çıxırıq. Eləyir 11. Özü də daxil olmaqla eləyir 11. Amma bura arasını istəyir. Arasını istəyəndə həmişə o bir dənə artığında özünü çıxırıq. Özü daxil olmaqla 11-dir. Ara məsafəsini istəyəndə başlanğıc nöqtəni həmişə çıxırıq. Oradan da onu çıxanda qalır neçə? 10. Deməli, düzgün cavab C variantı.